Əbu xanım, problemlərdən biri odur ki, Naftalanın Əsa muzeyi nə qədər adam tanıyır? Ora siz gedəndə Naftalanın əsas muzeyi ümumiyyətlə xəritədə yoxdur. Gəlin birinci oradan başlayaq. belə onu yenə deyirəm, ora Hətta tanınması üçün, misal üçün Naftalana gələn adam birinci xəritədə baxır da, ki görüm yanımda, ətrafımda nə var. Mən hətta gəlməyi düşünəni qoyuram kənara. Artıq orada olan adam. Mən həmin binadan şəxsən özüm 3 dəfə dövrə vurdum və mən o binanı tapa bilmədim. Sonra yerli əhalidən soruşdum və deyir ki, nə muzeyi? Elə muzey var. Yerli əhali bilmir. Artıq bir yerdə dedim ki, yaxşıyım da, yəni siz burada yaşayırsınız, yerli əhalisiniz, necə yəni elə muzey var? Tamam. Və başqa bir məsələ də var. Mənə turist olaraq orada çəkiliş eləməyə də icazə vermədilər. Niyə vermirlər çəkiliş? Ay, sağ olun. Siz çəkməsəz. Bax, siz də Azərbaycanlısınız. Deyirsən pul qazanırsan bunu. Aha. Tamam, olsun. Tamam, o kommersiya məqsədli ola bilər. İndi yaxşı, bugün Həvva xanım gələ bilmir ora, çəkə bilmir. Bugünləri Qazax çəkə bilmir, Özbək çəkə bilmir, Yapon çəkə bilmir. Və bunu fəxrlə deyirlər.